Devlet İmtihan Merkezi Coğrafya Test Toplusu 2025. yıl 1. hissede kuru suları, çay, göl, buzlak, yeraltı suları ve bataklıklar mevzusunda 249 testi, 200 testin təhlilini əvvəlki hissələrdə vermişəm. Burada 201'den başlayarak 249'a kadar olan son testlerin təhlilini vereceğim. Xəzər dənizini Aral dənizindən fərqləndirən əlamətlər. Daha çox dövlətin sahillerini yuyur. Aral dənizi Qazaxıstan və Özbəkistanın sahillerini yuyur. Xəzər isə Rusiya, Qazaxıstan, Türkmenistan, İran və Azərbaycanın 5 dövlətin sahillerini yuyur. O cüzde bir doğrudur. Səviyyəsinin qalxması müşahidə edilir. Aral dənizində səviyyə aşağı düşür. Xəzər dənizinin səviyyəsi qeyri-sabitdir. Səviyyəsinin qalxması müşahidə edilmir. O görə də bu düzgün fikir deyil. 3. Sahillərində yalnız Türk dövləti yerləşir. Bu Aral üçün doğrudur. Özbəkistanda, Qazaxıstanda türk dilli dövlətdir. Xəzərin sahilində isə Rus dilli, Slavyan dillilər, Fars dilli İranla yanaşı bizdə türk dilli də var. O görə yalnız Türk dövləti yerləşir. Bu Aral dənizinin Xəzər dənizindən fərqlidir. Orada bunu götürməyəcək. 4. Duzluq qeyri-bərabər paylanır. Aral dənizinin hər yeri duzludur. Xəzər dənizində şimalda duzluq 1-2 promil. Vorqa çayının burada böyük rolu var. Mərkəzdə də 7-10 promil, cənub hissədə isə 10-13-15 promildir. Yəni Xəzər dənizində duzluğun qeyri-bərabər paylanması Aral dənizindən fərqlənir. Xəzərdə duzluq qeyri-bərabər paylanır. Bunu götürəcək. Onu tökülən çayların suyundan istifadə edirlər. Aral dənizində tökülən Amudərya, Sırdəryanın da suyundan su var, burada istifadə edilir. Xəzər dənizində tökülən məsələn Azərbaycan çaylarında suyundan su var, burada istifadə edilir. O görə də bu baxımdan Xəzər ilə Aral arasında bir fərq yoxdur. Götürməyəcək. 6. Gəmicik kanalları vasitəsilə Dünya okeanına çıxışı var. Aral dənizinin Dünya okeanına çıxışı yoxdur. Xəzər dənizinin isə Vorqa, Baltik, Vorqa, Ağdəniz, həmçinin Vorqa-Don kanalı vasitəsilə Don çayı, Azov dənizi, Keç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Aralıq dənizi ilə həm Atlantik okeanına çıxışı Malişli, Cəbəl Tarıqı keçməklə, həm də Süveyş kanalı keçməklə Hind okeanına çıxışı Malişli. Bu görə gəmçi kanalı vasitəsilə Dünya okeanına çıxışı var. Xəzər dənizinin doğrudur. Deməli, Xəzər dənizinin Aral dənizindən fərqli xüsusiyyətlər oldu. 1, 4, 6. Qurun sularına aid olan xüsusiyyətlər 200 keçirməyən lay arasında yerləşir. 200 keçirməyən lay arasında yerləşən arteziyan suyudur. Bu deyil. Qurun suyu deyil. 200 keçirməyən lay arasında yerləşir. 200 keçirməyən lay arasında yerləşən də yerində arteziyan suyudur. Qurun suyu deyil. Birinci su keçirməyən layın üzərində yerləşir. Bu doğrudur. Qurun suyu birinci su keçirməyən gil qatı üzərində yerləşir. Bu qurun suyuna aid olan xüsusiyyətdir. 3. 4. Yer səthində bulaqlar şəklində çıxır. Qurun suyu bulaq şəklində yer səthinə çıxır. Digər sular bulaq şəklində yer səthinə çıxmır. Bunu da götürəcək. Qurun suyuna aid olan xüsusiyyətdir bu. Çay və batakların qida mənbəyidir. Qurun suyundan çay da qidalana bilər. Mesela bulaq çıxacaq yerin səthinə, bundan çay qidalanacaq, bataqlıq da qidalana bilər. Bu da qurun suyuna aid olan xüsusiyyətdir. Yəni 5 də götürdük. Deməli cavab oldu 3, 4, 5. Arteziyan sularına aid olan xüsusiyyətlər 2-3 seçilməyən lay arasında yerləşir. Yuxarıda gil, altda da deyək ki, qranit. 2-3 seçilməyən lay arasında yerləşir, doğrudur. Birinci suya davamlı lay üzərində formalaşır. Bu qurun suyuna aid xüsusiyyətdir. 3. Qurun sularından aşağıda yerləşir, qurun suyundan aşağıda yerləşir, doğrudur. 3'ü götürdük. Yerləşmələri coğrafi enlikdən asılı deyil. Həqiqətində müxtəlif enliklərdə arteziyan suyu yerləşə bilər. O görə də bunu da götürəcək. Yerləşmə coğrafi enlikdən asılı deyil. 5. Dağlıq ölçədə daha geniş istifadə olunur. Bunun dağı düzənliyi yoxdur. Arteziyan suyundan məsələn Azərbaycanda istifadə edir. Bizdə bir ildə 2 kub kilometr bu sudan istifadə edilir. Dağlıq ölçülərdə istifadə edilir. Təkcə dağlıq ölçülər cavabı doğru deyil. Düzgün cavab oldu 1, 3, 4. Akarsız göller üçün səciyyəvidir. Şirin su olurlar. Akarsız göller şirin su olmur, şor su olur. Çaylar üçün mənbə və mənsəb ola bilərlər.
Akarsız göller çaylar üçün mənsəb ola bilər, amma mənbə ola bilməz. Akarsız göl, akarsız oradan göl çay başlamamalıdır. Biz ikini de götürmeyecek. 3. Şortlu olmakla seviyelersin değişken olur. Bunlar şortuldu ve seviyesi de değişkendi. Bunu götürecek 3. Daha çok rutubetli emsalı vadiden çiçeği olan arazide formalaşırlar. Yani kurak yerlerde, akarsız göller hakikaten de tropik subtropik genişlerde kurak yerlerde formalaşırlar. 4'ü götürecek. Səhra yarım səhralarda rast gəlinir. Akarsız göller, səhra, mesela böyük səhralarda da rast gəlinir. Doğrudur. Bunu da götürdük. Əslən humid iqlimə malik olan ərazilərdə yaranırlar. Humid iqlimli malik olan ərazilərdə deyil, quru iqlimə malik olan ərazilərdə rast gəlinir. Bu səhv pişirdi götürməyəcək. Deməli düzgün cavab oldu 3, 4, 5. Axarlı göllər üçün səciyyəvidir. Göl çukurları yalnız axmaz mənşəli ola bilər. Göl çukurlu müxtəlif mənşəli ola bilər. Gölün ondan çox mənşəyin keçirir. O cüdə yalnız axmaz mənşəli olur, kişi səhvdir. Rütubətli əmsalvayətdən böyük olan ərazilərdə daha geniş yayılıblar. Həqiqətən də axarlı göllər rütubətli əmsalvayətdən böyük olan rütubətli yerlərdə formalaşırlar. Bunu götürdük. 2. Çaylar üçün mənbə rolunu oynayırlar. Axarlı göllərdən çay başlayır. Bu da doğru bir şeydir. Bunu da götürdük. Əsasən arid iqlimə malik olan ərazilərdə formalaşırlar. Əsasən humid iqlimə malik olan ərazilərdə formalaşırlar. Səhv bir şeydir. Götürməyəcək. 5. Şirin sulu olmakla səviyyələr əsasən sabit olur. Axarlı göllər şirin suludur. Səviyyələr də adətən sabit olur. Əsasən sabit olur. Doğrudur. Duz istehsalında geniş istifadə olunurlar. Duz istehsalında istifadə olunur. Axarsız, şorsulu, duzlu göllərdir. Bu da səhv bir şeydir. Götürməyəcək. Düzgün cavab oldu 2, 3, 5. Xəritə çirimdə verilən çaylardan əslən yay aylarında bol su olanlar çekin. Əsasən yayda bol sulu, çayı yayda bol sulu eləyir. Musson yağışları çayı yayda bol sulu eləyir. Buzlaqdan qidalınan çaylar, bir də subökdə quşağın çayları. İndi burada əsasən yayda bol su olan çaylar. Deməli, bunlar 1'dir, Amudərya, 4'dir, Yansızdır. Həmçinin burada doğrudur 6 subökdə quşağda Braziliya eyləsindən başlayan La Plata çayı. Deməli 1, 4, 6 cavabı doğrudur. 2, 3, 5, 5 Kongo'da İlbo Boslu'dur. 2 de 3 de səhvdir. Deməli düzgün cavab oldu 1, 4, 6. Düşmə cəmiyyəti böyük olan çaylar qrupunu seçin. Düşmə cəmiyyəti böyükdür. Deməli Tibet yaylasından başlayan 6 Huanghe'nin, sonra Pamir dağından başlayan Amuderya'nın, həmçinin yenə də Tibet yaylasından başlayan Mekong çayının düşmə cəmiyyəti böyükdür. Yəni 2, 3, 6 böyük düşmə cəmiyyətinə malikdirlər. Cavab olacaq 2, 3, 6. Murray çayı Avustralya'da 1 ilə verilib. Bu Avustralya'da bildiği için müdürlük 2228 metreden çok değil. Bir de Şərq Avropa düzeninin çaylarını verirler. Volga çayıydı, bir de Dnepr çayıydı. Bu çayların düşmə cəmiyyəti kişiydi. Şərq Avropa düzeninde müdürlük fərqi böyük değil. Düzgün cevap oldu 2, 3, 6. Düşmə cəmiyyəti daha kiçik olan çaylar grubunu seçin. Düşmə cəmiyyəti kiçik olan çaylarda Avustralya'daki 1'dir, 4 ile verilib Volga'dır ve 5 ile verilen de Dnepr çayıdır. 1, 4, 5. Düzgün cevapdır. Deməli, Amudərya 3, Huanghe 6, bir de 2. Amazon çayı bunların düşmə cəmiyyəti böyüdür. Düzgün cevap 1, 4, 5. Çaylara ait olan düzgün pişiriləri müəyyən. Buzdağların ərinti sularla qidalınan çaylar yayda bol su olur. Həqiqətən də çay buzdağın ərinti suyla qidalanırsa yayda bol su olur. Buz yayda əriyir. Biri götürdük. Meyillik arttıca suyun dağıcı fəaliyyəti güclənir. Meyillik arttıca su dərənin dibini yuyur. Dağıcılıq fəaliyyəti arttıca düzgündür. Ağırlıq qüvvəsində burada böyük rolu var. 3. Çaylar öz dərəsini erozyon bahsinə qədər dərinləşdirir. Bu da doğru şeydir. Çaylar öz dərəsini erozyon bahsinə qədər dərinləşdirir. Ondan dərinləşdirə bilməz. 4. Yeraltı sularla qidallanan çaylarda suyun səviyyəsi ilərində kəskin dəyişir. Əgər çay yeraltı sularla qidalanırsa, orada daimi su var, o cürdə suyun səviyyəsi dəyişkən yox, sabit olur, səhv bir şeydir. Yağış və qar sularla qidallanan çaylarda suyun səviyyəsi il boyu sabit olur. Yağış, qar. Qar ilin müəyyən dövrlərində
Eğer il boyu yağmadığına göre suyun seviyesi sabit olmuş, değişken olur. Demek düzgün şeyler oldu. 1, 2, 3. Şimal yarımkürede verilen iki çayın aylara göre su serpi gösterilmiştir. Graf kesilen çaylara ait olan hususiyetleri müeyyenim. Şalgol üstünde su serpinin gelirini verip, kubmetre saniyeyle, üfkü üstünde de ayları verip. Deməli, birinci çayda suyun e, deməli, su serpinin miqdarı kəskin şəkildə dəyişir. Yanvar ayında sıfıra qədər aşağı düşür, su az qala quruyur. Fevralda 10 kub metr, mart, aprel, may aylarında deməli yenə də 5 kub metr olduğu halda sentyabr ayında su serpi deməli 40 kub metrə qədər yüksəlir. İkinci çayda ən aşağı səviyyə 20 kub metr saniyədir. Sonra əksər aylarda 30'dur. Sentyabr ayında 40 kub metrə çatır. İlin axırında təzədən 30 kub metrə düşür. Yəni təkcə yanvar, fevral ayında burada suyun səviyyəsi 20 kub metre, 30 kub metre arasında qalan vaxtlarda yüksəkdir. İndi bəndlərə baxaq. Birinci çayın hidroloji potansiyeli daha yüksekti. Aksine ikinci çayın hidroloji potansiyeli daha yüksekti. O için ikinci çayın su serpi daha büyüğüydü. Ücret tepişirdi. Bir ve ikinci çayların su serpi en yüksek olduğu aylar iyiydi. Birinci çayda maksimum seviye, su serpinin en yüksek seviyesi olur. Sentyabr'da 40 kub metre bölü saniye. İkinci çayda da yine de sentyabr ayında. Her ikisi sentyabr'da. Eyni ayda en yüksek seviyeye kalkırlar. Bu doğru bir şeydi. 3. İkinci çayın elde su serpi birinci çayın su serpinden çoktur. Uzaktan görülür ki bu ikinci çayda minimum seviye 20'dir ama birinci çayda uzun müddet suyun seviyesi 10 kub metreden çok olmur. O gördüğü ikinci çayın su serpi daha çoktur. Pişir doğrudur. Dördüncü bend. Birinci ve ikinci çayların kış ve yay mevsimi arasındaki akım pergi muhteliftir. Deməli, ikinci çayda bu 20 kub metrdən aşağı düşmür, amma birinci çayda sıfıra qədər enir. O görə də fərqlidir. Doğru bir şeydir. 5. Birinci çayın bozulduğu dövrü yaz aylarını təsadüf edir. Yaz aylarında birinci çayda su miqdarı çox aşağıdır. Maksimum 10 kub metrdən azdır. Sərt pişirdi. 6. İkinci çayın qış mövsümü ilə yay mövsümü arasında su sərpi fərqi 25 kub metr bölünsü saniyeden çoktur. Baxaq, deməli yanvar ayında minimum səviyyə deməli su serpi minimum 20 kub metrdir. Sentyabr ayında maksimumu 40'dır. Fərq 20 kub metr bölünsü saniyeden azdır. Bu deyir 25 kub metr saniyeden çoktur. Sərt pişirdi. Burada bunu da götürməyəcək. Deməli düzgün pişirlər oldu 2, 3, 4. Doğru olmayan pişirləri müəyyinin Dunay, Volga, Amur, Mekong çayları eyni okean hövzəsinə aiddirlər. Dunay Atlantik okeanı, Volga, Qapalı Aral Xəzər hövzəsi, Amur, Sakitçən, Mekong çayı Sakitçən hövzəsinə aiddir. Burada doğru pişir deyir, o cürdə bunu göstərəcək. Rio Grande ve Senegal sərhəd çaylardır. Rio Grande böyük məsafədə Amerika Birləşmiş Ştatları ilə Meksikan sərhədindən keçir. Senegal da Afrikada bir çox ölkənin sərhədindən keçir. O görə bu şir doğrudur, götürməyəcək. Sakitçən 5 qitənin sahillərini yürür. Sakitçən Amerika, Antarktida, Avstraliya, Asya'nın sahillerini yürür. Bu 4 eledi 5 eləmir. O cürdə bunu götürəcək. Tarım ve Kaşkaderya çayları Daxla Xartı hövzəyə aiddirlər. Bu doğru fikirdir. Bunlar Daxla Xartı hövzənin çaylarıdır. Burada bunu götürməyəcək. 5. Asya qitəsinin sahilləri 3 okean sularıyla yürür. Asya'nın sahillerini yürür. Şimal Buzlu Okeanı, Sakit, Atlantik'in. O yüzden 3 okean sularıyla yürür. Yok 4 okean sularıyla yürür. Doğru bir şey değil. Bunu da götürəcək. Afrika'da iklim kuşaları işte çıkarılır. Afrika'da ekvatoryal, subekvatorial, tropik ve subtropik kuşalar hem ekvator şimalda hem de canlıda var. Doğru çizgi götürmeyecek. Düzgün fikir oldu 1, 3, 5. Doğru olmayan fikirler müydün? Atrik ve İliç çaylar Daxla Xartı hövzəyə aiddirlər. Bunların hər ikisi də Daxla Xartı hövzəyə aiddirlər. O cürdə bunu götürməyəcək. Deməli, doğru bir şeydir. Madagaskar ve Baffin torpaq adaları vulkan mənşəlidir. Bu boyda Madagaskar boyda vulkançada olmaz. Doğru olmayan bir şeydir, götürəcək. Amazon ve Kongo hövzələrində rütubətlenmiş yeşil meşələr formalaşır. Bu da doğru bir şeydir. Ekvator üzərində rütubətlenmiş yeşil meşələr bunların sahilində formalaşıb doğru bir şey götürməyəcək. Buzlaqlarla qidalanan çaylar şek buzlaqlarından başlayır. Şek buzlağından çay başlamır.
doğru olmayan bir şey götürəcək. Aralı ve Kırmızı Denizler muhtelif okeanlara aittir. Aral Denizi aittir. Atlantik Okeanı, Kırmızı Deniz aittir. Hind Okeanı hövzəsinə. Muhtelif okeanlara aittir. Doğru kişi götürmeyecek. Atlantik Okeanı 4 materyal sahillerini yürür. Atlantik Okeanı Şimali, Cənubi Amerika, Antarktida, Afrika, Avrasya materyal sahillerini yürür. 4 materyal değil, 5 materyal var gördü. Bu doğru olmayan bir şeydi. Bunu da götürecek. Düzgün fikir oldu. 2, 4, 6. Çayın mənbəyi 1950 metr yüksəkdə, mənsubu okean səviyyəsində yerləşir. Deməli, düşməsi 1950 metrdir. Uzunluğu 450 kilometrdir. 1950'ni 450'ye bütün 4 dəfə fərq edir təxmini. Bu çay üçün səciyyəvi əlamətləri müəyyən. Deməli, çayın düşməsi 1 kilometrdə bu təxminən 4 metr aşağı düşsə, deməli, bu dağ çayıdır. O görə dağ çayına duran xüsusiyyətləri götürəcək. Düşmə kəmiyyəti böyükdür. Qidalanması batarlı sular üstündür. Batarlı sular ile qidalanması bunun ehtimalı çox azdır. Dib orada üstündür, doğrudur. Meyli 4'ten böyükdür. 4 metr bölsün, kilometrdən böyükdür. V şəkilli dərə yarada bilər. Bu dərin dərə yaradır. O görə də bunu götürəcək. Su dərənin dibi yuduna dərəslərin olacaq. Çayın orta meyilli 2,7 metr bölsün kilometrdir. 1950'ni 450'ye böləndə təxmini 4,7 pişiri səbdir. Mənbəyi Orta Dağlı'da yerləşir. 1950 metr, həqiqətən də Orta Dağlı'da 1500'den 2 metrə qədər doğru pişirdi götürəcək. Böyük nəqliyyat əhəmiyyətinə malikdir. Meyilli gəlir birdən böyüksə, burada nəqliyyat əhəmiyyəti yoxdur deməkdir. Səb pişirdi götürməyəcək. Düzgün fikir oldu. 2, 3, 5. Çayın mənbəyi 2100 metr yüksəkdə, mənsubu okean səviyyəsində yerləşir. Deməli, düşməsi oldu 2100 metr. Uzunluğu 2800 kilometrdir. 2100'ü 2800'e böləcək, düşəcək 0,175. O görə də bu düzənli çay deməli. Düzənli çay üçün səciyyəvi əlamətləri müəyyənləyəcək. Mənbəyində atmosfer təzyiqi 400 mm civəstundur. 400 mm civəstun olur. 760 çıxsın 360 mm civəstunu 3000 deməli 600 metrin üstü olmalıdır ki, orada atmosfer təzyiqi 400 mm civəstun olsun. O yüzden 4 metrede yerləşir, kişi səbdir, götürməyəcək. Mənbəy alçaq dağda yerləşir. Mənbə bura 2100 metr hündürlük alçaq dağlı deyil. O yüzden səb pişirdi, yüksək dağladı bu. Çayın orta meyilliyi 0,75 metr bölü kilometrdir. 2100-2800'e bölündə 0,175 alınır, 4'te 3. Doğru pişirdi, götürəcək. Qidalanmasında batarlı sular ve yeraltı suların payı çoktur. 2100 metrenin üstünde batarlı su olmaz yeraltı suda. Yeraltı olabilir, bulak şeklinde çıkacak. Götürmeyecek. Bulak sular yeraltı sular olmaz. Cəmçilikdə istifadə edilebilir. Eğer meyilli birden kiçik ise, həqiqətən də birden kiçikdir, 0,75'dir. Cəmçilikdə istifadə edilebilir, doğru fikirdir. U şəkilli dərə yaradabilir, həqiqətən bunlar U şəkilli dərə yaradacaq. Bu da doğru fikirdir. Düzgün cevap oldu. 3, 5, 6. Çayın mənbəyi 750 metr yüksəkdə, mənsubu okean səviyyəsində yerləşir. Deməli, düşmə tehlikeli 750 metr. Uzunluğu 2500 kilometrdir. 750-2500'də böləndə 3'də 1, 4'də 1'ə yaxın ədəd alınır. Bu çay üçün səciyyəvi əlamətlər müəyyən. Deməli, düzənlik çaydır bu. Uzunluğu 2500 kilometr, düşməsi 750 metrdir. Düzənlik çaydır. Yan eroziya üstünü təşkil edir, həqiqətən yan eroziya olacaq. Su dərənin yanlarını görəcək, meyilliyi çox kiçikdir. Çayın orta meyilliyi 5,7 metr bölü kilometr, 750 2500'də böləndə 0,10'da 2, 10'da 3 belə ədəd alınır. Səb pişir götürməyəcək. Əslən düzənlik çaydır və meyilliyi altı. Düzənlik çaydır və meyilliyi altı. Çay dərəsi boyunca meandrlar və axmaqlar yarada bilər. Bu çay, düzənlik çayın ətrafında dərə əyri xətt olacaq və axmaz yarana bilər. Doğru pişirdi. Yüksək axım sürətinə malikdir. Düzənlikdə çayın axım sürəti yüksək olmaz, səb pişirdi. Qidasının əsasını dağ buzlaqlarının ərin sular təşkil edir. 750 metr yüksəkdə dağ buzlağı olmaz. Qütbə yaxın yerdə olar, bu da çətin. O yüzden səb pişir götürməyəcək. Düzgün cavab oldu 1, 3, 4. Xəritə çıxımda rəqəmlər arasında delta mənsəbli çayları müəyyən. Delta, deməli Nil çayının 20.000 kvadrat kilometr deltası var. 2 ilə verilən
Qanq çayının deltasının sahəsi təxminən 80 min kvadrat kilometrdir. 3 ilə verilən Dnepr çayının yerində deltası var. Deməli, Obça 6 ilə verilib, deltası yoxdur. Müqəddəs labirinti deltası yoxdur. Parana çayı 1 ilə verilib, bunun da deltası yoxdur. Onlar da estuardır. Deməli, düzgün cavab oldu. 2 Qanq, 4 Nil, bir də ki, 3 Dnepr çayı. 2, 3, 4 cavabı doğrudur. Çayın erozya basının qalxması nəticəsində baş verə biləcək prosesləri müəyyən edin. Erozya bası yüksələrsə, mənbə ilə mənsəb arasında fərqi azalar, doğru şeydir. Dib erozyasının güclənəcək bir şərait yoxdur burada. Səhvdir. Axım sürətinin artması müşahidə olunur. Axım sürəti arta bilməz, səhv işirdir. Düşməsi azalar, düşməsi həqiqətən azaldı. Mənsəb yuxarı qalxdı. Çay dərəsi genişlənir. Çay dərəsinin genişlənməsi üçün çayın düzənlikdə axması lazımdır. Burada yoxdur. Uzunluq azalır, uzunluq qısalır, doğrudur. 1, 4, 6. Uzunlukları eyni olan A çayının meyilliyi 5 kilometr, 5 metr bölü kilometr, B çayının meyilliyi 0,5 metr bölü kilometrdir. A çayı hansı xüsusiyyətlərinə görə B çayına fərqlənə bilər? Deməli, birinci çayın meyilliyi böyükdür, 5'li, ikinci çayın meyilliyi çox kiçikdir. Yəni birinci çay dağ çayı, ikinci çay düzənlik çayıdır. Yan erozya üstündə, yan yox, dib erozya üstündə olaraq səhvdir. Enerji ehtiyatı böyükdür. Həqiqətən enerji ehtiyatı bunun böyükdür, o cür meyilliyi böyükdür. Potensiyalı böyükdür, bu iki düzgündür. V şəkilli dərə yarada bilər. Dərəsi dərin olacaq, düzgündür, V şəklində olacaq, düzgündür. Meandr axmazlar yaradır, səhvdir, yarada bilməz. Bu düzənlik çay yaradır. Düşməsi daha kiçik, düşməsi daha böyükdür. Çox güman ki, meyilliyi böyükdür. Dağıcı fəaliyyət daha güclüdür. Bu da doğru bir şeydir. Alt doğrudur. Düzgün cavab oldu. 2, 3, 6. Uzunlukları eyni olan A çayının orta meyilliyi 0,5 metr bölü kilometr, B çayının meyilliyi ise 5 metr bölü kilometrdir. A çayının xüsusiyyətlərinə görə B çayından fərqlənir. Birinci çay düzənlik çay, ikinci çay dağ çayıdır. Bunun əsasını əldə edəcək. Nəqliyyat imkanları böyükdür. Meyilli az olduğunu nəqliyyat imkanları böyükdür. İkinci çayda meyilli böyük olduğundan nəqliyyat imkanı yox kimidir. 1. Dib erozyası güclüdür. İkinci çayın dib erozyası güclüdür. A çayının yox. U şəkilli çay dərəsi yaradır. Həqiqətində enli U şəkilli dərə yaradacaq. Düşməsi daha böyük, düşməsi daha böyük, daha kiçikdir. Yaradıcı fəaliyyət üstünlüyünü təşkil edir. Həqiqətində bu yaradıcı fəaliyyəti bu akümülativ düzənliyi yaradacaq. Doğrudur. Dərəsi boyunca dərin kanyorlar yaradır. Daha ikinci çay, B çayına aiddir, birinci çaya aiddir. Düzgün cavab oldu 1, 3, 5. Çay şəbəkəsi sıxlığının yüksək olduğu ərazi haqqında hansı fikirlər söyləmək olmaz? Yağıntılar petroldə bol və bərabər paylanmışdır. Ki, rütubət deyildi, yağıntı bol və təxmini bərabər paylanır. Bunu söyləmək mümkündür. Rütubətli əmsalının qiyməti azdır. Rütubətli əmsalının qiyməti böyükdür. Bu fikri söyləmək olmaz ki, rütubətli əmsalının qiyməti azdır. İkini götürdük. Yağıntıların miqdarı buxarlanmadan az fərqlənir. İsti rütubətli yerdir, yağıntı miqdarı buxarlanmadan az fərqlənir. Bunu da söyləmək olur. Havanın nisbi rütubəti yüksəkdir. Havanın nisbi rütubəti yüksəkdir ki, hava o mətnə yaxınlaşıb, bol yağıntı yağır, o cür çərçivəsi çıxdı. Bunu da söyləmək olur. 5. Fizik aşınma prosesi daha intensivlidir. Fizik aşınma prosesi intensivlidir quraq yerdə. Bura rütubətli yerdir, bu fikirdə söyləmək olmaz. 5'i götürəcək. Çöllər və codyarpalı həmçinin meşələr yayılmışdır. Çöl, codyarpalı meşə olan yerdə çərçivəsi sıxlığı yüksək olmaz. O yüzden bu fikirdə söyləmək olmaz, bunu da götürəcək. Düzgün cevap oldu. 2, 5, 6. Doğru olmayan fikirler müeyyidin. Obiyensiliğine çağıran qidalanması qar ve yağışlar üstünü teşkil edir. Bu doğru bir şeydir. Obiyensiliğine. Şimal çaylarda bunların qidalanması qar ve yağışlar üstünü teşkil edir. Nil çayının öbüzdəki iki şırlanma qurşağında yerləşir. Nil çayı tropik qurşağında yerləşir, mülayim qurşağında yerləşir. Bunu söylemek olur. Eğirgöl tropik şırlanma qurşağında yerləşir. Eğirgölü deməli Avustralya'da cənub tropikindən cənubda deyil, tropik şırlanma qurşağındadır, mülayim şırlanma qurşağındadır. Bunu götürəcək. Amudarya və Sırdarya çaylarının mənsəbi okean səviyyəsindən aşağıdır. Bunlar Aral dənizində düzür. Aral dənizinin səviyyəsi okean səviyyəsindən aşağı deyil. Bunu da götürəcək.
Viktoria Gölü platformunun əyilmə zonası yerləşir. Viktoria Gölü həqiqətən platformunun əyilmə zonasıdır ki, dərinliyi maksimum 95 metrə qədərdir. Yəni bu doğru kişidir, bunu götürməyəcək. Şimal Amerika materikində Sahil tökülən çayların düşməsi çox kiçikdir. Şimal Amerika materikində Colorado, Kolumbiya çaylarının Kardiya dağlarına başladığına görə düşmə cəmiyyəti çox kiçikdir, böyükdür əksinə. Bu da doğru fikir deyil, götürəcək. Düzgün fikir oldu, 3, 4, 6. Cədbiraston uyğunluğunun doğrular. Böyük tuzlu Urmiya tuz göllərinin sahəsi yanıtların düşməsindən asılı olaraq dəyişir. Həqiqətən yağmur düşməsindən sonra bu göllərin səviyyəsi dəyişəcək. Bu doğrudur, götürəcək. Cənub Söğütlər iqlim quşağında çaylar iyun, avqust aylarında daha bol olur. Cənub Söğütlər iqlim quşağında, deməli iyun, avqust ayları orada qış fəsildir. Qış fəslində Söğütlər quşağında yağıntı miqdarı bol olmur, az sulu olur. Doğru deyil. Orada bunu götürməyəcək. Az meyilliyi, relyef və ifrat rütubətli bataqların yaranmasına səbəb olur. Bu doğru fikirdir, bunu götürəcək. 2. Çaylarda su yanlış fikirlər. Çaylarda su anbarının yaradılması qurun sularının səviyyəsinin qalxmasına səbəb olur. Bu doğru fikirdir, götürməyəcək. Su anbarı yaradılma, qurun sularının səviyyəsi yüksəlir. Bizdə Mingəçevirin ətrafında olduğu kimi. Dağ çayları düzəlliyə çıxdıqları yerdə delta rayoniyəti dağ çayları düzəlliyə çıxanda gətirmə konusu yaradır. Delta yaratmır. Yanlış fikirdir, götürəcək. Deltanı mənsəbdə yaradır. Zambezi, Limpopo çayları Hind okeanı üzəsinədir. Afrikanın bunlar Limpopo, Zambezi və Limpopo çayları Hind okeanı üzəsinə aiddirlər. Doğru fikirdir, götürməyəcək. Düzgün cavab oldu 1, 3, 5. Çayın su sərfi 240 kub metr bölü saniyə. Çayın en çetin sahəsi 300 kvadrat metr olarsa, çayda suyun axım sürətini hesablayın metr bölü saniyə ilə. Deməli, Q bərabərdir F1 düsturunda B bərabərdir Q'nu böləcək F'ə, yəni yatağın sahəsinə. Buradan da 240'ı böləcək 300'ə. 240 kub metri böləcək 300 kvadrat metrə. 240'ı 300'ə böləndə eləyəcək 0,8 metr bölü saniyə. Deməli, suyun axım sürəti deməli 1 saniyədə 80 santimetrdir. Yaxud 0,8 metrdir. Cevap oldu 0,8. Çayın su sərfi 720 kub metr bölü saniyə. Çayın en çetin sahəsi 1800 kvadrat metr olarsa, çayda suyun axım sürətini hesablayın. Deməli, Q bərabərdir F1'də, B bərabərdir Q bölünsün F'ə. Yəni 720 böləcək 1800'də, 720'dən 1800'ə bölündə düşəcək 0,4. Bu şəkildə yazırıq. V bərabərdir Q bölünsün F. 720 kub metr bölü saniyə bölsün 1800 kvadrat metr. Kub metrdən kvadrat metr iqtisadi yerində alınacaq metr bölü saniyə. Deməli, bu deyəcək 0,4. Cavab oldu 0,4. Sxemdə verilmiş çayın orta meyilinin 0,9 metr bölünsün kilometr olduğuna göre çayın uzunluğunun neçə kilometr olduğunu hesablayın. Əvvəla çayın biz orta meyilli bölücü 0,9'dir. Düşməsini tapmalıyıq. Düşmə də deməli 300 kənar horizontaldır. Ortadakı horizontal 600'dir. Üçüncü horizontal 900'dir. Deməli çay başlayır 1200 metr hündürlükdən. Daxil horizontal 1200 metrdir. Kənar horizontalda 300'dir. 1200'dən 300 çıxanda deməli bu 900 metr düşməyə malikdir. Əgər 900 metr düşməyə malikdir, o göldə çayın uzunluğu tapmadığı düşməni böləcək meyilliyə, düşməsi 9 metrdir. 9 metr, 0,9 metr bölsün, kilometre bölsün, eləcək 1000 kilometr. Deməli, bu çayın uzunluğu 1000 kilometrdir. Cavab oldu 1000. A ve B çayların axım sürətləri müvafiq olaraq 1,8 metr bölü saniyə və 1,2 metr bölü saniyə, su sərfləri isə 630 kub metr bölü saniyə və 288 kub metr bölü saniyə olarsa, bu çayların yataqlarının en keçiyinin sayıları arasında fərqi hesablayın. Birincisi, deməli, birinci çayın canlı yatağının sayəsini hesablayırıq. Yatağın sayısı bərabərdir su sərfi bölünsün sürətə. 630 kub metr bölü saniyə 1,8 metr bölü saniyə bölündürücü 350 kvadrat metr. Deməli, birinci çayın yatağının sayısı 350. İkinci çayın yatağının sayısını hesablayırıq. 288'i bölü 1,2'ye düşecek 240
240 kvadrat metr. Deməli, birinci çayda bölündü 350, ikinci çay deyib 240. Bizə deyir ki, yataqların en kəskin sahələr arası fərqi tapın. Ona görə də 350-dən çıxacaq 240-ı, alacaq 110 kvadrat metr. Deməli, canlı yatağın sahələr arası fərq 110 kvadrat metrdir. Cavab oldu 110. Çayın uzunluğu 1500 km, çayın mənbəyində atmosfer dərinliyi 410 mm civəstunu, mənsəbində 710 mm civəstunu olursa, çayın orta meylini hesablayın. Atmosfer dərinliyi fərqindən deməli 710-dan 410 çıxan deyici 300, atmosfer dərinliyi fərqindən görə hündürlük fərqi tapmalıdır. 300-ü burası ona deməli eləcək 3000, deməli çayın düşməsi eləcək 3000 metr. Meyilli ilə bərabərdir. Meyilli ilə bərabərdir. Çayın düşməsini böləcək onun uzunluğuna. Düşməsi eləyir 3000 metr, 3000 metrdən düşüb, uzunluğu da məsələn şəklində verir 1500 kilometrdir. 3000-1500 kilometr bölündü, düşəcək 2 metr bölünsün kilometr, deməli çayın meyilliyi 2 metr bölünsün kilometrdir, yaxud 2 promildir. Düzgün cavab oldu 2. A ve B çaylarının akım süratleri muvaffak olarak 1,8 metre bölü saniye ve 1,2 metre bölü saniye. En kesiklerinin sahası ise, en yatağın sahası ise 350 kvadrat metre ve 240 kvadrat metre olursa bu çayların su serpleri arasında fergi hesaplayın. Demek su serpinin düsturu Q beraberdi FB'ye. Yani burada V 1,8 metre bölü saniye ve 1,2 metre bölü saniye. F ise 350 kvadrat metre ve 240 kvadrat metrdir. Buradan bu şekilde yazılır. Birinci çayın əvvəlcə A çayının su sərfini tapacaq, sonra B çayının su sərfini tapacaq. A çayının su sərfi bərabərdir. Deməli 350 kvadrat metr vuracaq 1,8 metr bölü saniye eləyəcək 630 kub metr bölü saniye. Deməli birinci A çayının su sərfi 630 kub metr bölü saniye. B çayının su sərfini tapırıq. Bunun üçün də 240 vuracaq 1,2'ye. B çayında Q beraber FB'ye 240 kvadrat metre burası 1,2 metre bölü saniye 288 kub metre saniye. Bize değil bu çayların su sahipleri arasında fergi hesaplayın. Bu için 630'dan 288'e çıkacak. Eleyecek 342 kub metre bölü saniye. Cevap oldu 342. Çayın uzunluğu 3500 km. Orta meyilli 0,8 metre bölünsün. Kilometrdir çayın meyilli mənbəyi və mənsəb arası təzyiq fərqini hesablayın. Deməli, biz burada əvvəla çayın düşməsin tapmalıyıq ki, onun mənbəyi ilə mənsəb arası təzyiq fərqini tapa bilək. Çayın düşməsi də bərabərdir. Deməli, bunun üçün düşmə bərabərdir. Meyilliyi vuracaq çayın uzunluğuna 0,8'i 0,8 metre bölü kilometre vursa 3500'e deməli çayın düşməsi 2800 metr. Deməli düşməyə görə 2800 metr hündürlük fərqində atmosfer təzyiqi 10 metrdə 1 mm civəstun dəyişdiyinə görə 280 metri böləcək ona eləyəcək 280 mm civəstunu. Deməli mənbə ilə məsəl atmosfer təzyiq fərqi 280 mm civəstunla bərabərdir. Cavab oldu 280. Çayın və mənsəb arasındakı təzyiq fərqi 455 mm civəstunu, orta meyilli 0,7 metr bölü kilometrdir. Çayın uzunluğunu kilometre hesablayın. Mənbə ilə mənsəb arasındakı təzyiq fərqi 455 mm civəstununa görə hündürlük fərqini tapırıq. Hündürlük fərqini tapa bilməkdən ötürü 4 atmosfer təzyiqi 10 metrdə 1 mm civəstun dəyişdiyinə görə 455'e vururuq, onu eləyəcək 4550 metr. Deməli çayın düşməsi 4550 metrdir. Çayın düşməsini tapandan sonra orta meyildə bizə veribdir, uzunluğu tapa bilərik. Bunun üçün də çayın düşməsini böləcək onun meyilliyinə. Yəni düşməsi 4550'dir, bunu böləcək 0,7'ye. Bu şekilde yazırıq. Uzunluğu bərabər düşmə bölünsün meyilli, o da bərabərdir 4550 bölünsün 0,7, 6500 kilometr. Deməli çayın uzunluğu 6500 kilometrdir. Cavab 6500. Mənsəbi Dümrü okeanı olan çayın mənbəyində atmosfer təzyiqi 460 mm civəstunu, çayın orta meyilli 0,5 km, metr bölü kilometr arası çayın uzunluğunu hesablar. Bir hakkı qaydada
Deməli, normal atmosfer 760 millimetrdir. Çayın mənbəyində təzyiq 460-dırsa, deməli bu normal təzyiqdən 300 azdır. 300 millimetr bəstonuna görə də hündürlüyü tapdıq 300 buracıq o necə 3000 metr. Deməli çayın mənbəyi 3000 metr yuxarıdadır. Və bizə də düşməsi oldu 3000 metr. Meyilliyi də veribdi 0,5. 3000 böləcük, yəni çayın düşməsini böləcük, onun meyilliyini alacaq. 6000 kilometre, 3000 bölgü 0,5'e aracıq 6000 kilometre deməli çayın uzunluğu 6000 kilometrdir. Mənsəbi Dünya Okeanı olan çayın mənbəyində atmosfer təzyiqi 560 mm cibəstunu, çayın orta meyilliyi 0,5 metr olarsa çayın uzunluğunu hesablayın. Normal atmosfer təzyiqi 760 mm-dən 560 mm cibəstunu çıxırıq, arıq 200 deməli mənbəyində atmosfer təzyiqi deməli 760-200 mm civə üstünü fərq var mənbə ilə normal atmosfer təzyiqi arasında. 200-ü ona vurmaqla deməli çayın düşməsinin 2000 metr olduğunu tapırıq. Meyilliyi tapmanı ötüreyim. Çayın düşməsi yəni 2000'i böləcək 0,5'i alacaq 4000 kilometre çayın uzunluğu olacaq 4000 kilometre bu şəkildə yazacaq. Atmosfer təzyiqi fərqinə görə hündürlük fərqini tapırıq. Bunun üçün 760'dan 560'a çıxıb deməli 200 mm bəstonu alırıq. 200'də ona vurmaqla 2000 metr düşməni tapdıq. Uzunluğu tapmanı düşməni böləcək meyilliyə 2000'i 0,5'i bölündə alacaq 4000 kilometre çayın meyilliyi oldu. Çayın uzunluğu oldu 4000 kilometre. Cavab 4000. A ve B çayların mənbələri müvafiq dəniz səviyyəsindən 5380 metr və 2390 metr yüksəkdir. Mənsəblərin yüksəkliyi müvafiq -20 metr və -10 metrdir. A çayın uzunluğu 180 km, B çayın uzunluğu ise 120 km olarsa bu çayların orta meyillikləri arasında fərqi hesablayın. Deməli biz A çayının düşməsini tapaq. A çayın düşməsi eləcək 5380, o da -20 eləcək 5400 metr. Bunun deməli düşməsidir. Uzunluğu 180 kilometrdir. 5380'i böləcək 180 kilometre. İkinci çayda ise 2390, o da -10 eləcək 2400'ü böləcək 120'ye. Bunun da çayların meyilliklərini tapacaq. Kısaca A çayının meyilliğini bu cür yazırıq. Meyilliği bərabər düşmə bölüsünün uzunluğu, o da 5380 üzərindən -20 çıxan eləcək 5400. 5400'ü 180 km böləndə deməli bunun orta meyilliyi eləcək 30 metr bölüsün kilometr. Böyük meyilliyə malik kanyonlar dərəyə daxiləcək bir çay eləcək 30 metr. Deməli bu meyilliyə malikdir. İkinci çayda bu rəqəmlər belədir. Deməli 2390 metrdən -10 çıxan eləcək 2400 metr. Bunu böləcək 120 alacaq 20 metr bölüsün kilometr. Hər ikisi dağ çayıdır. Şimdi bizə deyir bu meyilliklər arasında fərqi hesablayın. Bunun üçün 20'den 10'u çıxacaq 10 metr. Cavab olacaq 10. A ve B çayların mənbələri müvafiq dəniz səviyyəsindən 5485 metr və 4180 metr yüksəkdir. Mənsəblərin düzeysi müvafiq -15 və -20 metrdir. A çayının uzunluğu 110 km, B çayının uzunluğu 140 km olsa bu çayların orta meyillikləri arasında fərqi hesablayın. Bir haqqı məsələ neydi? Birinci çay üçün deməli meyilliyi bərabər düşmə bölüsü uzunluğu 5485 çıxısı -15 eləcək 5500 metr. Bunu 110'a böləndə alacaq 50 metr bölüsün kilometr. Çox böyük meyilliyə malikdir. Çox böyük. Deməli bu 50 metr. 1 kilometrdə yaxud 50 problem. İkinci çayda 4180'den çıxacaq -20 eləcək 4200 metr. 4200 böləcək 140 kilometre çayın uzunluğunu alacaq 30 metr bölsün kilometr. Deməli meyilliklər arasında fərqi tapmadan ötürü 50'den 30 çıxacaq alacaq 20 metr bölsün kilometr. Çox böyük meyilliyə malikdirlər. Cavab oldu 20. Çay yatağının en kesin sayısı 13,8 kvadrat metrdir. Çayın akıntı 14,5 metr bölü saniye olursa su səviyyəsini hesablayalım. Su səviyyə bərabərdir. En kesin sayısını vuracaq suyun akım sürətini. Yəni 13,8'i vuracaq 14,5'e. Bu şekilde yazılır.
Şu beraber DP'ye, o da beraber 13,8 kvadrat metre bölünsün 14,5 metre bölü saniye. Bu da 185,6 kub metre bölünsün saniye. Cevap olacak 185,6. Çayın menbeyle mesaj alması etki vergi 240 mm cibetundur. Çayın orta meydiyesi buradan 175 metre bölü kilometre çayın uzunluğunu hesaplayın. Evvel atması etki vergine göre şimdi bu 240 mm cibetundur. Bunu 10'a vurmakla çayın düşmesini 240 metre, 2400 metre, 240 vursun 10 ece 2400 metre. Demek çayın düşmesi 2400 metreydi. Uzunluğu tapmanını özleyeyim. Bu cümledir. Uzunluğu beraber düşme bölünsün meyilli 2400 sıfırdan 75'e bölende 3300 kilometre. 3300 kilometre demeli çayın uzunluğu 3300 kilometredi. Cevap oldu 3300. Çayın menbeyle mensep arasında atmosfer tertikleri 280 mm cibaston teşkil edir. Çayın orta milliyeti buradan 8 metre bölü kilometre olarsa çayın uzunluğu hesaplan bir hakkı metalde olduğu gibi 280 mm cibastonuna göre hündürlük fergin taburu. Bunun için 280'i bulur 10'a eğilecek 2800 metre. Demek çayın düşmesi eğilecek 2800 metre. Çayın uzunluğu tabanının düşmesini yani 2800'ü bölüyorsa buradan 8'e 2800 sıfırdan 8'e bölünde de Avrupa 3500 kilometre. Demek çayın uzunluğu 3500 kilometredir. Çayın orta meyli işlemada 5 metre bölü kilometre uzunluğu 1300 kilometredir. Çayın mensebinin atması tertigi 760 mm cibestunun olarsa menbenin bir takım hesaplayın. Deməli, meyli verib, uzunluğu verib, düşməsini tapacaq. Düşməni tapacaq, çayın düşməsini tapacaq. İşlem 5'i vuracaq. Meyli 200'e bu cür yazılır. Düşmə bərabərdir meyillik. Burası uzunluğu o da bərabərdir. İşlem 5 metre böləcək kilometre. 1200 kilometre vuracaq. 3000 metre. Deməli, çayın düşməsi 3000 metrdir. Mənsəbdə atmosfer 760 mm civəstun o demək ki, bu okean səviyyəsindədir. Deməli, mənsəb də bundan 3000 metr yuxarıdadır. Yaza bilər üstə bu 3000 metr eləyəcəklər. O görə okean səviyyəsində olduğuna görə mənsəb elə 3000 cavabıdır. Cavab olacaq 3000 metr. Çayın orta meyilli 1,5 metre bölü kilometre uzunluğu 1800 kilometredir. Çayın mənsəbinin atmosferi 760 mm civəstun olursa, mənbənin mütləq ünlüyünü hesablayın. Eyni qaydada. Deməli, meyilli bərabər, düşmə bərabərdir, meyilli vurulsun. Uzunluğu o da bərabər 1,5 metre bölü kilometre vuracaq, 1800 alacaq, 2700 metre. Deməli, çayın ilə mənbəyi 2700 metre ünlükdə yerləşir. Bu cür hesaplarsa bu seyahatin 2700 metre ünlükdə başlayır çayın mənbəyi. Mənbəyinin mütləq ünlüyü 2700 metre bərabər cavab oldu. 2700 metre. Mənsəbi dəniz olan çayın mənbəyində atmosfer tertiyi 360 mm civəstundur. Çayın meyli 2 metre bölü kilometre olursa bu çayın uzunluğunu hesablayın. Deməli, mənsəbdə normal atmosfer tertiyi dəniz isə deməli buradan tertiyi normaldır. 760 mm civəstundur. Mənbədə atmosfer tertiyi 360 mm civəstunsa 760'da 360 çıxınca 400 vuracaq. Ona eləcək 4000 metr. Deməli, çayın mənbəyi 4000 metr ünlükdə yerləşir. Çayın yəni düşməsi olacaq 4000 metr. Bunu düşmənin tabanından sonra bunu meyilliyə bölməklə çayın uzunluğunu tapa bilərik. Əvvəla çayın mənbəyinin mütləq ünlüyünü tapmalı 360'a çıxdıq elədir 400 mm, 400 vurduğunu elədir 4000 metr. Çayın uzunluğu bərabər düşməsini bölsək meyilliyə 4000'i 2 metre bölü kilometre böləcək 2000 kilometre. Demək, çayın uzunluğu 2000 kilometredir. Hər kilometre aşağı düşürdü, çayın düşməsi 4000 metr. Cavab oldu 2000. Mənsəbi dəniz olan çayın mənbəyində atmosfer 460 mm civəstundur. Çayın orta meyilli işlemində 5 metre bölü kilometre olarsa bu çayın uzunluğunu hesaplayın. Normal atmosfer 760 mm civəstundan 460 mm civəstun çıxdıq eləyəcək 300 mm civəstunu. 300 mm civəstununa görə mənbəyin mütləq ünlüyünü tapacaq, 300'ü vuracaq, ona eləyəcək 3000 metr. Deməli, çayın mənbəyi 3000 metr
yükseklikte yerleşir. Meyilliği de bize verip 2,5'e. Düşmesini onun meyilliğine bölmeyle çayın uzunluğunu tapma olar. Çayın uzunluğu beraber düşmesi bölsün meyilliğe 3000'i bölücü 2,5 şey alacak 1300 kilometre çayın uzunluğu 1300 kilometredir. Cevap 1300. Uzunluğu 1500 kilometre olan çayın mənbəyində havanın temperatürü -8, mənsəbində müsbət 10 dərəcə Celsius olarsa bu çayın meyilliğini hesaplayın. Evvela biz temperatur fərqinə görə çayın düşməsini tapmalıyıq. Temperatur fərqi -8'de müsbət 10'un fərq edəcək 18 dərəcə Celsius. Havanın temperatürü 1 km 6 dərəcə Celsius dəyişir. O halde 18'i 6'ya bölməklə 3 km olduğunu tapacaq. 3 kilometrdə 3000 metr deməkdir. 3000 metre demeli. Deməli çayın düşməsi 3000 metrdir. İndi orta meyilliyi tapmaqdan ötürü, meyilliyi tapmaqdan ötürü çayın düşməsini bölməliyik. Biz çayın düşməsini bölməliyik onun deməli uzunluğuna. Düşməsi eləyəcək 3000 metr, uzunluğu da 1500'dir. 3000'i 1500'e böləcək, eləyəcək 2 metr böləcək kilometr. Deməli çay hər kilometrdə 2 metr aşağı düşür. Cavab olacaq 2. Düşmesi 2250 metre olan çayın orta milli 1,8 metre bölü kilometredir. Miqyası bilməsin 5 milyon xətt üzərində çayın uzunluğu müəyyən. Biz əvvəlcə çayın həqiqi uzunluğunu tapmalıyıq. Bunun üçün düşməsi 2250 metrdir, milli 1,8-dirsə biz deməli uzunluğu bərabər düşmə bölünsün millik 2250 metre bölücük 1,8 metrə çayın uzunluğunun 1250 kilometre olduğunu tapacaq. Deməli çayın uzunluğu 1250 kilometrdir. İndi bizə verdiyi xəritə 5 milyonluq. 5 milyon miqyaslı xəritə 1 santimetr uyğun gələn məsafə 50 kilometrdir. 50 kilometrimiz 1 santimetrdir. 1250 kilometr çayın uzunluğudur bu. 1250 kilometr edəcək x. Buradan deməli 5 milyon xəritə 1 santimetr uyğun gələn məsafə 50 kilometrdir. Tənasüb bizi belə qoyuruq. 50 kilometr 1 santimetrdir. 1250 kilometr x'dir. Buradan x bərabərdir 1250'ni 50'ye böləcək 25 santimetr. Deməli 5 milyonluq xəritədə bu çayın uzunluğu 25, uzunluğu 1250 kilometr olan çayın uzunluğu xəritədə 25 santimetr. Cavab oldu 25. Meyilliyi 1,5 metre bölü kilometre olan Ağçay'ın düşmesi 2400 kilometre, saati 24 bin kvadrat kilometre olan Ağçay'ın yerleştiği ölçüde çay şebekesinin 0,4 metre kilometre bölü kilometre kvadrat olursa diğer çayların uzunluklarını hesaplayın. Demek biz birinci ölçüde Ağçay'ın uzunluğunu tapmalıyıq. Ağçay'ın uzunluğunu tapmaqdan ötürü də çayın düşmesi 2400 metre bölücü 1,5 metre bölü kilometre aracıq 1600 kilometre. Deməli bu çayın uzunluğu, Ağçay'ın uzunluğu 1200 kilometredir. İndi ölçənin sahəsi 24.000 kvadrat kilometrdir. Ağçayı 1600 kilometre bərabərdir. Həmin ölçə çay şebekenin sıxlığı 0,4 metre bölü kilometredir. Əvvəla ölçənin sahəsini verib bizə 24.000 kilometr. 1 kilometre kvadratına 0,4 kilometrdir. Sıxlığı 0,4'dir. 24.000 kvadrat kilometrdə eləyəcək x. 1 kvadrat kilometre 0,4 kilometre 24.000 kvadrat kilometrede bu 2 kilometre iki çayların cəm uzunluğunu tapacaq bununla. X bərabər 24.000 vuracaq 0,4 alacaq 9600 kilometre. Deməli çayların cəm uzunluğu bu ölçüdə eləyəcək 9600 kilometre. Bunun deməli Ağçayın uzunluğu 1600 kilometrdir. 9600 kilometre 1600 kilometre çıxanda Ağçayın uzunluğu çıxanda qalacaq digər çayların uzunluğu. Digər çayların da uzunluğu edəcək 8000 kilometr. Cavab olacaq 8000. Havanın temperatürü çayın mənbəyində 2 dərəcə Celsius, mənsəbində 17 dərəcə Celsius olarsa, orta meyilliyi 0,5 metr bölü kilometr olan çayın uzunluğunu hesablayın. Temperatur fərqinə görə biz çayın düşməsini tapacaq. Temperatur fərqi 17 o da 2 eləyəcək. Deməli 15 dərəcə. 6 kilometrdə 1 dərəcə havanın temperatürü dəyişir. 15 dərəcəni x kilometre dəyişir. X bərabərdir. 15 bölünsün 6 eləyəcək. 2,5 kilometre, bu da 2500 metrdir. Deməli çayın düşməsi eləyəcək 2500 metr. Meyilliyi də 0,5 metr bölü kilometrdirsə,
Uzunluğu beraber düşmez bölücü meyilli 2500,5'e bölendi. Düşeceği 5000 kilometre. Demek çayın uzunluğu 5000 kilometredir. Cevap oldu 5000. Cədvəldə verilən göstəricilər əsasən çaylar uzunluqlarının azalması ardıcıllığını müəyyən edin. Çayın meyilliyi, çayın düşməsini onun meyilliyinə bölməklə çayın uzunluğunu tapa bilərik. 1200'ü bölücü 0,16'ya, 1200'ü 0,16'ya bölündü düşecek 2000 kilometre. Deməli birinci çayın uzunluğu 2000 kilometre. İkinci çayda 2250'ni bölücü 1,5'e, aracıq 1500 kilometrdir. Üçüncü çayın deməli düşməsi 2400 bölücü 0,8'e, aracıq 2000 kilometre. Uzunlukların bize deyir azalması ardıcıllığı ilə düşün. Deməli burada en uzun çay 3'dür. Sonra 1 gəlir 3000, 2500, 3, 1, 2 ardıcıllığı budur. Uzunluğun azalması ardıcıllığına göre. 3, 1, 2 doğru cevap. Cədvəldə verilən göstəricilər əsasən çayların uzunluklarının artma ardıcıllığını müəyyən. Birinci çayda 2800 bölücü 0,7 alacaq 4000 kilometr. İkinci çayda 360 bölücü 0,2'ye alacaq 1800 kilometr. Üçüncü çayda 850 bölücü 0,15 alacaq 1700 kilometr. Deməli birinci çayın uzunluğu 4000, ikinci çayın uzunluğu 1800, üçüncü çayın uzunluğu 1700'dür. Uzunlukların artma ardıcıllığı deyirsə cevap olacaq 3, 2, 1, 1700, 1800, 4000. 3, 2, 1 ardıcıllığı belə olur. 3, 2, 1 cevap. Çayların enerji imkanlarını qiymətləndirmək üçün onun hansı xüsusiyyətləri dəqiq öyrənilməlidir? Axın sürəti vacibdir. Sürət artdıqca enerji imkanı böyüyür. Bir götürəcək. Hövzəsin sahəsinin mətləbə dəxli yoxdur. Uzunluğun da mətləbə dəxli yoxdur. Meyilliyin böyük əhəmiyyəti var. Meyilliyin böyük əhəmiyyəti var. Axın istiqamətinin, axtar istiqamətinin əhəmiyyəti yoxdur. Su sərfi nə qədər çox olarsa, enerji imkanı da bir o qədər böyük olar. 6 düzgündür. 1, 4, 6 doğru cevap. Uyğunluğu müəyyən iqlim tipləri, mülayim kontinental arazi, musson çayların xüsusiyyəti. Çayları yayda bozdurur abendi. Xuanxe Mekong. Bu musson çaylarının xüsusiyyəti yayda bozdurulmağı, yay mussonları yanıtı verir. Deməli, aid olduğu üçə mussona. B bəndi. İl boyu çayları bozdurulur. İl boyu bozduğu çaylar ekvatorial quşaqda. Burada ona uyğun iqlim yoxdur. Çayları C bəndi qışda. Çayları bozdurur. Tahopo kışta bozdurulan Aradir tipinin çaylardır. Yanıtı kışta düşür. Siyah olacaq Aradir dənzinə, yəni ikiyə. D bəndi çaylarda suyun səviyyəsi fəsillərcə dəyişkən olur. Volga, Dnepr, mülayim kontinentalda yanıtı yayda düşür. O görə bu çaylarda suyun səviyyəsi fəsillərcə dəyişkən olur. Deməli, D aid olacaq birə mülayim kontinentaldadır Volga, Dnepr. Çaylar İstanbul'dan ərin sularda qidalanır, Amudel Yasamur. Burada ona aid bir iqlim tipi yoxdur. Burada bu heç birine aid deyil. Deməli, bir aiddir D, 2 aiddir C, 3'e de aiddir A. Şurada testin dəhli bu qədər. Sonra mateşlərin iqlim, mateşlərin daxil sular olacaq.